Hamıya salam yoldaşlar. Əvvəla onu deyim ki, sizə yeni ilinizi təbrik edirəm. İnşallah ki, bu ildə bol qazanclar və sağlam bir il olar hər birimiz üçün. Baxın, yeni il gəlir. Özünüzə planlar qoyun və bunların hər birini yerinə yetirin il sonuna qədər. Artıq 3 gün keçib və necə deyərlər, 363 günümüz qalıb. Yəni vaxt keçir, vaxt bizi gözləmir. Mən indi sizə bu gün çox vacib bir platformanı təqdim edəcəm. Buradan çox möhtəşəm gəlirlər əldə edə bilərsiniz. Çox diqqətlicə dinləyin, keçməyin, sonra peşman olarsınız. Bilirsiniz ki, kriptovalyutalarda az-çox müəyyən qatarları itirdik. Bitcoin çıxdı, onu itirdik, vaxtını ucuz almadıq, müəyyən airdroplar oldu, yararlana bilmədik. BNB oldu, Binance'ın kriptovalyutası, Ajax oldu, Solana oldu. Yəni, bir çox valyutalar oldu ki, bunların airdropları da oldu, ucuz dövrlərdə oldu. Ethereum məsələn almadıq, yararlanmadıq. İndi hamısı möhtəşəm qiymətlərə gəlib. Vaxtı ikən yararlansaydıq, vaxtı ikən dəyərləndirsəydik, indi belə olmazdı. NFT dövrü gəldi, keçdi. Hansı ki, indi də yəni kripto dövründən daha da yuxarıdadır və biz bunların hamısını qaçırtdıq demək olar ki. Bunun üçün mən sizə yeni bir platforma təqdim edəcəm. Bu platforma Coinbase'in platformasıdır. Coinbase birjadır. Baxın, BNB birjanın kriptovalyutasıdır. Az-çox girib qiymətinə baxa bilərsiniz. Hardasa $900 ilə $1000 arasındadır. Birjaların öz kriptovalyutaları çox dəyərli olur. Çünki onların arxasında birja dayanır. Və bu valyutaların qiyməti çox yuxarılara qalxır, çox güclü olurlar. İndi də Coinbase birjası Base platforması yaradıb. Bu Base platformasında Base token verəcək, yəni airdrop paylayacaq. Və bu airdrop çox vacibdir. Həqiqətən çox vacibdir. Yəni burada neçə min dollarlardan söhbət gedir ki, ehtimal olunur ki, bu qədər qazanc əldə edə bilək. Hələ mən bunların aktual qiymətindən bəhs edirəm, gələcəkdəki qiymətlərindən bəhs etmirəm. Hansı ki, kimsə saxlayar gələcək üçün, neçə il sonrası üçün. İndi bunu qaçırmamaq üçün məni diqqətlicə dinləyirsiniz. Hər bir tapşırığımı, sözümü diqqətlicə dinləyib yerinə yetirirsiniz. Və gözünüzə ağır gəlsə, boş keçməyin. Neyini? Ağır gəlsə də eləyin, hansı ki ağır deyil. Həqiqətən çox sadə, çox asandır. Amma eləmək mütləq lazımdır. Bax, sonra peşman olacaqsınız. İndi baxın, ortada göstərdim bu Base application. Coinbase platformasının application'dır. Bunu linkini paylaşacağım, yükləyəcəksiniz. Açıldıqda belə bir ekran açılır. Bu tamamilə sosial media tipli bir platformadır. Yəni X platformasına bənzəyir, Twitter kimidir. Belə sizin profiliniz var. İnsanlar sosial mediada kimi görsəllər paylaşır, videolar paylaşır, nələrsə paylaşır, tekstlər paylaşır. Siz komment yaza bilirsiniz, bəyənə bilirsiniz. Və maraqlı olan odur ki, bu platformada nə paylaşırsınızsa NFT-yə çevrilir. NFT-nin nə olduğunu bilməyənlər çox sadə şəkildə süni zəkadan soruşa bilərlər. YouTube-da, Google-da kiçik araşdırma edə bilərlər. Biz indi bura nə fayl yükləyiriksə, bunların hər hansısa bir məbləğ dəyəri, bir bazar dəyəri yaranmış olur. Və siz bunları sata bilirsiniz və buradan gəlir əldə edə bilirsiniz. İndi bunun heç airdrop-a aidiyyəti yoxdur o öz yerində. Mən sizə nəyi bəhs edirəm? Biraz da gəzim ki, sizdə fikir yaransın. Biz bu platformada airdrop paylanana qədər aktiv olmalıyıq. Yəni çoxlu kommentlər yazmalıyıq, çoxlu takipçilərimiz olmalıdır, followers olmalıdır, çoxlu insanlar takip eləməliyik, nələrsə kriptovalyutalar hold eləməliyik, hansı ki NFT-lər paylaşmalıyıq və bizim NFT-lərimizi kimlərsə almalıdır. Və bu platformadan kimlər ki nə qədər aktivdirsə, ona uyğun platforma airdrop paylayacaq vaxtı gəldiyində. Ona görə həmən vaxta qədər aktivliyimizi hər gün qoruyacaq, hər gün girəcək, istifadə edəcək platformadan və maksimum dərəcədə komment yazıb, takipçi yığıb, NFT-lər paylaşıb. Baxın, insanlar süni zəka ilə şəkillər düzəldirlər, gündəlik həyatdan videolar paylaşırlar, nələrsə izah edirlər ki, bunlar müəyyən bir dəyərə çatsın. Baxın, 657 komment gəlib bu posta. Belə NFT-lər yazacaq. İlk öncə baxın, solda mənim şəklim var. Bura klikləyirəm. Və mənim kaşokumdakı pulun dəyəri yazıb. İndi mən orada gələcəm əlbəttə. Şəklin üzərinə bir dəfə də bastığımda mənim profilimə gedir. Baxın, bu mənim profilimdir. Linkini də paylaşacağım. İlk öncə nə edirsiniz? Mənim profilimi takip edirsiniz. Takip atırsınız mənə. Mənim takip atdıqdan sonra mənim takipçilərimə də takip atırsınız və mənim takip etdiyim insanlara da takip atırsınız.
Bunun sizə xeyri nədir? Siz bunu etdikdə sizdən sonra gələn adam, bu videonu və s. görən adam, mənim profilimi görən adam farming sistemidir. Instagramda illər əvvəl necə insanlar edirdi? Bir-birlərini takip edirdiler. Eyni sistem. Siz axı məni takip atandan sonra mənim də takipçimə çevrilirsiniz. Və mən də sizə takip atacağım əlbəttə. Çevrildikdən sonra sizdən sonra gələn adam avtomatik mənim takipçilərimə girəndə sizə takip atmış olacaq. Nəticədə sizin də followersunuz artmış olacaq. Bu vacib məqamdır. Bu öz yerində. Takipçimizi buradan yığırıq. Daha sonra karşılıq hissəsini göstərim. Baxın, aşağıda ən sağda karşılıq işarəsi var. Buna kliklərsiniz. Bunlar NFT-lərdir, paylaşdığım NFT-lərdir. Gələcəm o məsələyə. İndi biz NFT-lər paylaşırıq. Bu NFT-lər şəkil paylaşır, şəkil NFT-yə çevrilir. Baxın, bunlar mənim paylaşdıqlarımdır. Müəyyən alışlar olub. Məsələn, ən birinci paylaşdığım NFT 213 dollarlıq alım olub. Ya burada bir həcm yaranıb, bir volüm yaranıb və mən bunu satdım, bir pul əldə etdim buradan. İndi mən hamısını sizə tək-tək izah edəcəm, səbirli olun. Bu video biraz uzun ola bilər, amma diqqətlicə hər bir tərəfindən izləyirsiniz və dinləyirsiniz. Sağda ən altda karşılıq bölməsi var. Basıram karşılıq işarəsinə. Karşılıq hissəsi açılıb. Hal-hazırda baxın, mənim balansım 41 dollardır. Mən dünən bura sadəcə 15 dollarlıq NFT, üzr istəyirəm, NFT yox, 15 dollar balans yüklədim. Balansı necə yükləyirəm? Çox sadə şəkildə Ethereum göndərməlisiniz platformaya. İndi gücünüz nəyə çatır? 10, 20, 30, 40, 50 müəyyən bir məbləğ olmalıdır ki, sizin karşılığınız yaransın. Ethereum göndərirsiniz, amma Base network ilə. Yəni orada hər hansısa bir birjadan, Binance-dan, Gate-dən pulu göndərəndə birjada şey seçin. Adını siz deyin. Base network. Baxın, burada satın ala basırsınız. Məsələn, Ethereum satın almaq istəyirsiniz də, tutaq ki. Düz mən də almışam bir dəfə. Bu dəyişmək olacaq. Yəni ki, satın aldan idi. Tutaq ki, biz USDC alaq. Tutaq ki, 200 ədəd. Burada mənə icazə verməyəcək. Kaynak eklə, məsələn. Okey. Kaynak eklə. Burada mən bir dəfə almışam. İndi siz burada takasa basaq. Burada mənim öz valutalarımın takas hissəsi göstəriləcək. Yoxsa bazardakı vəziyyət göstərəcək. Hə, bazardakı vəziyyət. İndi siz burada satın alıb basacaqsınız. Sizə göstərəcək ki, Ethereum hardan əldə edə bilərsiniz. Ethereum əldə edirsiniz. İndi mən ona ətrafı baxıram. Ola bilər ki, ikinci bir videoda çəkdim onunla bağlı. Bir ona diqqət yetirərəm ki, mən necə yükləmişdim. Balans çox sadədir. Satın aldan basıb yükləmişdim əslində. Necə? Məsələn, tutaq ki, gələk, Gate-ə girək. Tutaq ki, də deyək. Bu arada TBK və s. paylaşmışam. Onları da mütləq izləyirsiniz. Məsələn, Gate-dən biz pul göndərmək istəyirik. Okey. Burada birincisi Ethereum alırıq. Ethereum. Baxın, hal-hazırda Ethereum'a girdik. Baya basırıq. Bizi spot hissəsinə atırıq. Bizim indi nə qədər pulumuz varsa, indi nə qədər gücümüz varsa, məsələn, tutaq ki, 5, 10, 20. Məsələn, tutaq ki, aldıq. Alandan sonra bunu göndərməliyik. Tutaq ki, mən bir 9 dollarlıq aldım. Sizə göstərmək üçün alıram. Aldım mı? Aldım. Balansa düşdü. Assets qisminə daxil oluram. Spota girirəm. Ethereum'a daxil oluram. Və sağ balaca, baxın, yavaş gedim, siz də görün. Access'e daxil oldum. Ethereum'a bastım. Sağ aşağıda 3 düymə var. 3 düymədə withdraw var. Withdraw'a basırsınız. 10 cent withdraw. Baxın, bura gəldi. Siz indi nə etməlisiniz? Həmən platformada adresinizi kopyalayırsınız bura. Network olaraq, baxın, Base Network'ını seçirsiniz. Baxın, burada yazıb. Arbitrum Nova'nın altında Base Network, BNB'nin yuxarısında. Base Network'ını seçib, Ethereum'u göndərirsiniz platformaya, başa düşdünüz. Göndərdikdən sonra artıq bu hissə bitdi.
Yenə qayıdırıq bura. Ethereum gəldi bura. 5-10 dəqiqə ərzində Ethereum gəlib çatacaq bura. Ethereum gəlib çatdıqdan sonra bura sizin kошелк'unuz aktivləşmiş olacaq. Mən dünən 15 dollar Ethereum yüklədim sadəcə və başladıq. Bizim bir qrupumuz var, öz şəxsi daxili qrupumuz var, dostlarımızın necə deyirlər, 7-8 nəfərik. Hərəmizin balansda bir 20-30 dollar yüklədik və bir-birimiz NFT paylaşdıq. Home menüsünə gəlirəm, baxın. Bu ev işarəsinə basırsınız, home menüsünə. Plusa basırsınız. Burada qaleriyanı açsam, məndə şəxsi şəkillər görsənəcək. Qaleriya şəkilsinə basırsınız, bir NFT yükləyirsiniz, yəni bir şəkil. Süni zəkadan düzəldə bilərsiniz. Mən də o hissəsində göstərəcəm. Baxın, burada məsələn, süni zəka ilə bir neçə NFT düzəltmişdim. Bir neçə NFT düzəltmişdim, açılsın. Baxın, NFT-lər düzəltmişəm mən burada. Məsələn, ideya vermişəm. Əvvəla süni zəkaya nə iş gördüyünüzü, platformanın məqsədini başa salın. Bu tamam promptla əlaqəli bir şeydir. Və hype yaradacaq, necə deyirlər, viral olacaq NFT-lər sizə düzəltməsini istəyin, yəni görsəllər. Baxın, belə bu üslublar düzəldir. Təbii ki, Simpsonlar həmişə viral olur. İndi siz də gedib Simpsonu təkrarlamayın. Məsələn, fikirləşin, fikirləşin, ideya və onu icra edin. Burada NFT-lər düzəldin, daha sonra platformada paylaşın. Platformada bir keyworddə yaxşı bir mətin yazın. Çalışın NFT-lərinizin üzərindəki hər bir yazıda ingilis dilində olsun, ya əgər yazı olacaqsa. Nəsə paylaşırsınızsa da ingilis dilində paylaşın. Çünki platformada çoxluq təşkil edən insanlar ingilis dilində bilir. Və paylaşırsınız burada, insanların qarşısına çıxır. Standart sosial mediada insanların qarşısına çıxır, alanlar olur. Məsələn, baxın burada 49 dollarlıq bir həcm yaradıblar, alıblar. Kimsə alıb, satım edib. Mən sizə mənim validitalarımdan, mənim NFT-lərimdən alınıb satılanları göstərəcəm. Baxın, birinci məqamda onsuz da biz NFT alıb satırıq ki, özümüzdə, dostlarımıza bir yerdə. Sizə bəhs edeyim, o daxildə dostlarımıza 7-8 nəfər. Profilimiz aktiv olsun. Bunu öz yerində edirik. Bunu da alıb satım edəndə, indi mən sizinlə bir yerdə də alıb satım edəcəm. Baxın, məsələn, alıb satım edək. Baxın, bunlar mənim dostlarımın profillərdə, onlara da takip atarsınız. Onların NFT-sidir. Daxil olaq, məsələn. Göstərəcəm o hissəni. Məsələn, baxın, belə bir NFT paylaşıb. İndi mən bu NFT-ni alacam. Takasa basıram. Bunu nə üçün alıram? Profilim aktiv olsun deyə. 15 dollarlıq almaq istəyirəm. Alacam, sonra dəyişəcəm zaten. Alım edirəm. 15 dollarlıq, baxın. Şimdi takas yap. Bastım. 15 dollarlıq NFT aldım. Bu NFT-dən 15 dollarlıq aldım. İndi bunu saxlamırıq zaten. Yenidən takasa basıram. Dəyişəcəm. 15 dollarlıq aldım. Hold eləmək üçün balansda. Ki, fərqli NFT-lərdən də məndə qalsın. Bu profilim tamamının aktivləşməsi üçündür. 14 dollarlıq fikirləşirəm ki, geri edim. 14 dollar yox. Buranı max basmalıyam əslində. Bunu silim, max'a basım. Tutaq ki, max'a bastım. Baxın, 50 sent itirdim. Amma bu çox normaldır. Birjanın komissiyasıdır. Platformanın komissiyası da olmalıdır. Mən indi 50 dollarlıq 12 bunu silim. Bunu nə üçün silirəm? Müəyyən qədərin özümdə saxlamaq istəyirəm. Belə eləsəm. Bax, belə əladır. 1 dollar neçə var? Orada 50 sent komissiya getdi. 50 sentlik də mən almış oldum. Bu indi mən tutaq ki, belə deyim də sizə 100 manatlıq aldım, 99 manatlığını geri satdım, 1 manatlığını saxlayıram özümdə. Məqsəd belə başa düşə bilərsiniz. Ki məndə kошелк'umda fərqli profillərin NFT-lərinin müəyyən qədər yığılışsın. Hansı ki, onların da müəyyən dəyərləri var, yəni pul itirmirsiniz orada. Bu sizin profilinizin aktiv olması üçün hansı ki, vaxt gəldikdə sizə yaxşı airdrop versin deyə. Takasa basıram. Tamamlandı. Trade edildi. İndi keçirəm növbəti. Biz hər gün belə bir-birimizin necə deyərlər, paylaşırıq NFT-lərimizi və bir-birimizdən alırıq. Siz də
Digər insanların üçün $1 alın, satın. İndi gücünüz nəyə çatırsa o qədər. Baxaq, bundan almaq lazımdır. Bu ekran necə gəlir? Siz baxın, comment. Bu arada mütləq like atın, comment atın, sosial mediada. Yəni burada baxın, comment hissəsi var. İnsanlar yazıb, kommentlər yazırlar. Platforma yenində müəyyən bir çox baqlar var, problemləri var. Yəni bunu dərd etməyin, yavaş-yavaş düzəldəcəklər. Məsələn 28 kommentdə açırsam amma üçü görsənir. Çünki baqlar var, hələ çox yenidir. Baxın bu 351-in yanındakı 3-4 dənə xətti görürsünüz. Ora basıram, belə bir ekran açılır. Burada NFT-nin statistikası da takas hissəsi gəlir, almaq hissəsi gəlir. Məndə indi bir dənə yoxlayaq. Baxın, mən bundan almaq istəyirəm. Bunu həmişə mütləq baxın. Görürsünüz, məndə NFT budur, amma takasa basıram. Mən indi həmən NFT-ni yuxarı qoyuram. Bura Ethereum qoyacam. Ethereum-u qoydum bura. İndi bundan da alaq. $15 da bundan alaq. Yuxarıya Ethereum qoymalıyam. Всё. Buranı Ethereum $15 yazaq. Niyə belə oldu? Çax bir də girək bəlkə. Bura Ethereum qoyaq. İndi düz olmalıdır əslində. Görək indi necə olacaq. İndi düz qəbul edir. 15 Ethereum ilə 14 minlik səhvləmirəmsə, yoxsa mindir, yoxsa milyondur. $15 ilə bundan da alış edirəm. Takas edirəm, onaylansın. Biraz qəliz gələ bilər. Müəyyən vaxt keçirin gün ərzində. Mənə suallar verə bilərsiniz. Başqa videolarda izləyin. Amma bu fürsəti qaçırmayın. Takas etdim, bir də takasa basıram. İndi mən Ethereum aldım $15 bundan. Mən də bunu satıram geri. İndi mən bunu satanda 14.800'yə almışam. Baxın yazır orada 14.812. 14.000'liyi satıram. 800 qalsın. Okey. Belə desək, baxın sizə komissiya tutulan komissiyanı göstərmək üçün 14.000 yazdım. İndi 14.000 silirəm. Maksa basıram ki, hamısını satanda bizə qayıdan pul. Hardasa baxın 40 sent getdi. 70 qəpiyə. Yəni böyük bir məbləğ deyil. Yəni qazanıb biləcəklərinizin qarşısında heç nədir. Amma 14.000'liyi alıram. Belə bir bunu indi onaylayıram. Onayladıqdan sonra artıq bu təsdiqlənəcək. Bu təsdiqləndi. Tamam. İndi mən bunu almadım, satdım səhvləmirəmsə. Satdım. Açılsın ekran. İndi 14.000'liyi mən satdım, düzdür? Satdım. İndi keçək 3-cüyə. 3-cünü də edirəm, təkrarlayıram. İndi bu hissədə. Baxın, burada 39 komment gəlmişdi, görmüşdünüz. 3 xəttə bastım. Takasa basıram. Ethereum yuxarıda olmalıdır, açılsın ekran. Ethereum yuxarıda olmalıdır. Bu biri valyuta isə aşağıda olmalıdır. Niyə açılmadı? Bir də takasa basaq. Platformada baqlar var. Belə çaşqınlıqlar yanında narahat olmayın. $15 buradan da alım edək. İndi bu alımı edirik. Şimdi takas yap. Aha. İndi də bundan aldıq. İndi geri satırıq. Yuxarı qoyuram. Max qoysam nə qədərsə qayıdır. 14, 50 qayıdır. Niçivo. Burada da 9.000 yazsaq necə olar? Tutaq ki, belə yazsaq. Belə qayıtsın. 14-23 qayıtsın. Fikir verdinizsə, hərəsində mən hardasa 40 sent falan itirdim. İndi bu platformada işləmək üçün hardasa bir $100'ınızı gözdən çıxarın. Amma qazanacaqlarınızın qarşısında heç nədir. Mən bunları elədim. Geridə satdım. Düzdür, bitdi işim. Demək olar ki. Mən gəldim kaşlokuma. $39 kaşlokum var. Baxın. Gördünüz, mən əslində sadəcə orada qəpi sentlər itirdim. İndi mən
sizə bir şey göstərəcəm. Siz fikirləşirsiniz ki, indi mən bu qədər NFT alacağam, satacağam, pul itirəcəm. Amma yadda saxlayın ki, siz insanların üçün alırsınız, insanlar da sizin üçün alır. Və biz hər kiminsə ki, NFT-sini alırıq ha. Məsələn, bizdən 40 sent komissiya tutdu, düzdür? Bu tutulan 40 sent komissiyanın 50%-i kimin profilindən aldıqsa, həmin adama gedir. Yəni ki, mən onu sizə göstərim. Profil şəklimi basıram. Burada qazanclar görüntülər hissəsini görürsünüz. Qazanclar görüntülər hissəsinə bastığımda burada yazır 2.62 dollar. Bu siz nə deməkdir? Məsələn, kimlərsə ki, mənim NFT-mdən alıbsa, mən paylaşdım NFT-dən alıbsa, tutaq ki, alıb, eləyib, platforma 5 dollar komissiya tutub. 5.20 sent komissiya tutub, düzdür? 5.24 sent, tam sizə rəqəm deyim. O 5.24 sentin yarısı 2.62-dir. O 2.62-ni mənə USDC olaraq verir. Başa düşdünüz? Bunun mənə yarısını, platformanın yarısını zaten verir. O öz yerində. Ondan əlavə olaraq insanlar da başlayır sizin NFT-nizdən almağa və sizin NFT-lər məşhurlaşmağa başlayır. Əsas maraqlısı da buradır. Və viral olur sizin NFT. Sizin NFT viral olanda kəşfətə düşür. Kəşfətdə digər insanlar da zaten onsuz gündəlik məcbursunuz. Kiminsə NFT-sini alıb satma eləməlisiniz ki, profilinizin aktivliyini qoruyasınız. Vaxtı gəldiyində airdropda sizdə nəzərə alsınlar, sizə də yaxşı airdrop versinlər deyə. İndi baxın, mənim NFT-mdən kimlərsə alıb və birinci paylaşdığım NFT 213 dollar qeyd olunub. Baxın, burada mən bu NFT-ni dünən tələsdim, dünən satdım. İndi mən sonrasını screenshot edib saxlamadım, amma başqa NFT-m var, onu göstərirəm. Məsələn, paylaşdıqlarımdan birini göstəreyim. Məsələn, bunu görürsünüz. Baxın, bu bilirsiniz hansıdır? NFT 2. Baxın, o budur. Mən profilimdən göstərəcəm sizə. Hardasa, bax, o budur. Mən belə bir şəkil paylaşdım. İndi heç nə eləmədim. Buna ki, komment gəlib 829 dollarlıq alım-satım bir həcm oluşub burada. Alıblar, satıblar, iş gedib buradan. Kimlərsə indi viral olub da. Baxın, mən bunu indi sata bilirəm və bu müəyyən pula çevrilir. Yəni, bildiyiniz şəkil paylaşmışam və paylaşdığım şəkil indi müəyyən bir dəyəri var. Gəlirəm, kaşokuma basıram. Baxın, həmən şey buradadır. Bastım üzərinə. Sahibi mənəm axı, paylaşan mənəm. Bu nə deməkdir? Yəni, səhmləri məndədir, NFT-nin hissələri məndədir. Takasa basıram, Yuxarıya həmən NFT-ni qoyuram, aşağıya da Ethereum qoyaq. Ki, pulumuzu çevirək Ethereum-a. İstəyirəm ki, mənə Ethereum versin. Max-a basıram, deyirəm ki, hamısını sat. Baxın, 4.62 dollar. Bu bilirsiniz nə deməkdir? Yəni, mən bir şəkil paylaşmışam və bu şəkil 4.62 dollar mənə pul gətirir indi. Və heç nə etməmişəm bu şəkillə bağlı. Sırf bu şəkillə bağlı heç nə etməmişəm. Mən lap birinci paylaşdım NFT-ni, satanda mənə 12 dollar verdi. Mən onu eksperiment üçün satdım, çünki test edirəm platformanı. Amma mən o NFT-ni saxlayıb indi satsaydım, indi 60 dollara sata bilərdim. Bu da nə deməkdir? Bu da o deməkdir ki, baxın, tutaq ki, bu NFT-nin 4.62 dollar dəyəri var. Tutaq ki, yox, fakt bu qədər dəyər var. Mən bunu satsam, bu qədər dəyər var. Amma mən bunu saxlayıram, yenə dəyərlənə bilər. Daha yaxşı qiymətdən sata bilərəm. Mən platformada 15 dollar balansı yükləmişdim. Mənim balansım hal-hazırda olub 39 dollar. Yəni, siz birinci danışdım, komissiyalar gedir ora bura. Amma siz bunu nəzərə alın ki, siz edirsiniz, insanlar da sizinkini edir. Və siz maksimum dərəcədə məqsədiniz odur ki, profilinizi aktiv tutub, followers çox yığıb, takipçisi çox yığıb. Sizin NFT-ləriniz viral olsun ki, çoxlu insanlar sizin NFT-ləri alsınlar. Və nəticədə nə baş verib? Məsələn, 165 takipçi yığmışam, 367 nəfər takip edirəm, gündəlik insanlara göndərin. Hansı ki, onlar da sizə atsın, takip atsın və NFT-lər paylaşın. Gündəlik NFT-lər paylaşın və bunların müəyyən dəyərləri oluşsun. Baxın, sırf birinci NFT-mə daxil oluram. Məsələn, belə bir NFT paylaşmışam. 60 dənə əməliyyat açılıb mənim NFT-mdə. Kimlərsə alıb, kimlərsə satıb, 60 dəfə əməliyyat açılıb. Başa düşürsünüz? Göndəriyə basıram, 97 komment gəlib. Belə bir situasiya var NFT-də. Mən bu NFT-ni indi satsaydım 60 dollara rahatlıqla sata bilərdim. 50-60 dollar civarında rahatlıqla sata bilərdim. Əgər mən bunu indi satsaydım, mənim balansım hal-hazırda olacaqdı 70 dollar. Bu da o deməkdir ki, dünən 15 dollar idi, bugün 70 dollardır. Yəni, hardasa bir 3-4 qat qalxım deməkdir. Yəni, airdrop özü bir o yana. Yəni, airdropun vaxtı gələcək.
airdrop verəcək sizə, Kashokaya airdropu verəcək. Bu aktivliyi qoruyasınız. Oradakı qazancınız öz yerində. Amma bu tərəfdə də siz o 50%, komissiyanın 50% sizə qalır. O öz yerində. İkinci qazanc yeriniz burasıdır. Üçüncü qazanc yerinizdə bu NFT-lər paylaşırsınız. NFT-lərdən də əldə etdiyiniz gəlir. Və bu da görürsünüz ki, çox rahatlıqla gəlir əldə edirsiniz. Fikirləşərsiniz ki, uduzdursunuz. Yox, yəni airdrop qazanmaq üçün müəyyən xərcləməlisiniz. Yox. Airdrop qazansınız, airdrop qazanana qədər də platformada zaten pul qazanırsınız. Belə bir üstünlüyü var. İndi bunlardan mütləq yaxşı dərəcədə yararlanın. İnsanlarla, dostlarınızla qrupu paylaşın. Mən bunu gözlədəcəkdim, bir neçə gün sonra paylaşacaqdım. Amma istədim ki, vaxt itirməyəsiniz, hamınız yararlanasınız. Ola bilər ki, gələcəkdə daha az pul versin, dəyişsin sistem, NFT-lərlə bağlı deyirəm. Ona görə də həlinizi necə deyirlər, sürətli olun ki, girin siz də yararlanın. Nə qədər fürsət var, istifadə edin. Bu öz yerində. Tak, əlavə olaraq dostlarınıza paylaşın. Qrupu mən saxlayacaqdım. Bir neçə nəfərin qrupu paylaşmanı gözləyəcəkdim. Ondan sonra mən paylaşacaqdım, amma gözləmirəm, paylaşıram. Siz də bunun, yəni mən sizi gözləmədim, siz də məni gözləməyin. Zəhmət olmasa hər kəs Telegram kanalı hər yerdə paylaşsın ki, məşhurlarsın. İnsanlara paylaşın, paylaşdırın, öz profillərinizi atın, insanlar qeydiyyatdan keçsin, takip atsınlar sizə. Mənə də takip atdırın. Çünki mənim profilimə siz girib takip atdıqda, sizdən sonra gələn adam da sizə takip atmış olur. Ona görə mənim profilimə takip atdıqda sizə takipçi gəlir. Çünki siz də ora daxil olmuş olursunuz. Bunu mütləq edin. NFT-lər paylaşın, Gemini ilə girin. Fərqi yoxdur. ChatGPT, Gemini, digər AI-lardan, süni zəkalardan istifadə edib kreativliyinizi oluşturub maraqlı, viral olacaq, hype yaradacaq NFT-lər düzəldin və paylaşım edin. İngiliscəsində olsun mütləq. Bacarsız Canva'da falan düzəldin. Photoshop'da falan düzəldin. Yəni məqsəd maraqlı NFT düzəltməkdir ki, digər insanların qarşısına çıxsın, viral olsun. Və profilinizi maksimum dərəcədə məşhurlaşdırın. Ondan əlavə baxın, bu lupaya daxil olursunuz, evin işarəsinin yanında, ikinci hissədə. Doğrula bölməsi var. Doğrulaya klikləyirsiniz. Baxın burada siz doğrulamalar etməlisiniz. Mən videodan sonra doğrulamalar edəcəm. Twitter profilinizi bağlamalısınız. Coinbase birjasından qeydiyyatdan keçin. Coinbase-inizi bağlayın ki, gələcəkdə airdrop verəndə Coinbase-ə köçürəcəksiniz. TikTok-u bağlayın bura, Instagram bağlayın ki, və yenidən qeyd edirəm. Gözünüzə çətin gələ bilər, çətin deyil. Biraz özünüzü əziyyətə salın, mütləq yararlanın. Çünki bundan da keçsəniz, sonra peşman olmaq ehtimal var. Hansı ki, bir çoxlarını qaçırmışıq, bunu qaçırmayaq. Yəni, bu airdrop çox vacibdir. İndiyə qədər paylaşdıqlarımdan da vacibdir. Bu ilin də ən vacib airdropu budur. Mütləq.